Bəs məktəbə qədər uşaqlarda valideynlər böyrək xəstəliklərini necə vaxtında aşkarlaya bilərlər? Ümumiyyətlə məktəbə qədər uşaqlar belə 1-6 yaş arası uşaqlarda bəzən simptomlarını özünə düzgün bir üzə verə bilmədikləri üçün burada valideynlərin üzərinə böyük bir yük düşür ki, onu erkən aşkarlamada. Bizim üçün əlamətlər olaraq saysaq, sidiyindən iyi qoxu, kəskin iyi gəlməsi, sidiyin bulanıq olması, sidiyin qanlı olması və köpüklü olması zulal atılımını göstərən bir şeydir. Bəzən xronik böyrək xəstəsi gəlir, bizim uşaq indiyə kimi sağlam idi, niyə kreatini yüksəkdir, böyrək çatışmazı? Əslində əlamətlərini soruşanda qayıdır 3-5 il geriyə dönəndə bol su içib, çoxlu su içib və tualetə çox getmə simptomları varmış. Bu da bizim böyrək xəstəliklərinin əlamətlərindən biridir. Bundan başqa sidiyə bildiyimiz klassik sidiyə gedəndə yanma şikayətləri ola bilər. Fiziki inkişafdan geri qala bilərlər. Uşaqlar yaşlarından geri qalıb. Bu xronik böyrək xəstəliklərində də aiddir və yaxud yeni doğulmuş uşaqlarda da müxtəlif tubulyar xəstəliklərdə qusma ilə də özünü bir üzə verə bilər və bu şeylərə valideynlər daha diqqətli olmalıdırlar.